Gardasil 9 dediyimiz peyvəndlərdən danışacaq. Nədir, kimlərə tətbiq olunur? Peyvənd aparılır human papilloma virusa qarşı. 200-dən çox növü var. Onun xərçəng yaradan tipləri var. Yüksək riskli tipləri deyirik, genotipləri. Hansı ki 16, 18, 31, 33, 45, 48, 58, 61. Bunların hər bir uşaqlıq boynunda xərçəng törədir. Hər biri uşaqlıq boynunda xərçəng törədə bilir. Faiz ehtimalı fərqlidir. Bu peyvəndlərin profilaktikadan başqa az da olsa terapevtik rolu var. Bəs niyə o zaman bəzən deyirik ki, bu virusu müalicə etmir? Bu sadəcə sualları gözləyirdim, bəli. Bir tipi, iki tipi pozitiv olanlarda demək olar ki, çoxunda yox olub və çox tipi pozitiv olanlarda xeyli tipinin azaldığını, hətta 5 tipi bəzən pozitiv olan durumlar olur və yaxud da ki, biz onu yoxlayanda titrə görə 1, 2, 3 müsbət kimi yoxlayırıq, titrlərinin azaldığını görürük.